180 manatı ödəyəndə nə etməli idi? O ƏDV-nin əvəzləşdirməni aparmaq üçün 4 dənə şərt var idi, yadınızda düşürsə. Birincisi qayma olmalı idi. Ən birinci şərt. Baxın, açaq burada yenə də. Birincisi qayma olmalı idi. Yox, fərq yoxdur. Sıranı pozub bir balaca, amma ziyan yoxdur. Birincisi qayma olmalı idi. Yəni, o ödənişi eləyəndə o qarşı tərəf ödədiyimiz adam mütləq qayma göndərməli idi. Bu bir. İkincisi, bütün ödənişlər nağdsız onlayn yolla olmalı idi. Yəni, diri pulundan ödəmək olmaz. Üçüncüsü, ödənilən əsas məbləğ qarşı tərəfin bank hesabına, ƏDV isə depozit hesabına çatmalıdır. Dördüncüsü isə əsas məbləğlə ƏDV məbləğinin ödənişi arasında gün fərqi maksimum bir gün ola bilər. Belə deyim sizə. Əgər bu ƏDV-nin ödənilməsi zamanı bu 4 şərtin 4-ünə də əməl edirsinizsə, o ƏDV-ni nə edə bilirsiniz, ödədiyiniz ƏDV-yi əvəzləşdirə bilirsiniz. Yəni, nə deməkdir? Dövlətə qarşı yaranan vergi borcundan azalda bilirsiniz. Belə, onu da hansı hesabda tanıyırıq? O 241 nömrəli hesab əvəzləşən ƏDV hesabında tanıyırıq. Belə. Sonra 245 nömrəli hesab var ki, bu aydın oldu,